Özünüzü təqdim eləyin, zəhmət olmasın. Mən Qəhrəmanlı Salih Orduxanoğlu. Mən əslində Cəbrayıl rayonundanam. Hansı kəndindəsiniz? Orov kəndindanam. Harada yaşayırsınız? Mən 16 ildir Fransa Respublikasında yaşayıram. Nə yaş gəldin ay Mən Salih? şəxsi işlərimlə bağlı Azərbaycana gəlmişdim. Uzun müddətli sosial şəbəkədə sizi izləyirəm. YouTube-da olsun, televizor olsun. Nə şikayətlərin var? Şikayətlərim əsasən yüksək qan təzyiqi, şəkər və başqa bir sıra ağrılarım vardı. Və sizinlə həmişə görüşmək istəyirdim. Allah bu dəfə qismət elədi. Yaxın ortaq dostlarımızın vasitəsilə gəldim, sizi tapdım. Çox gözəl. Və burada da gəldiyim ilk gündən göstərdiyiniz ekip olaraq çox gözəl, xoş münasibət göstərdiniz. Hər birinizə təşəkkür edirəm. Var olun. Hicama Aldığı müalicələr nə? Hicama aldım. Zəli, arı və az müddətdə bunun çox böyük təsirlərini gördüm. Və neçə illərdir orada Fransada aldığım dava dərmanların bu qədər xeyrini görməmişdim də. Burada aldığım az bir müddətdə çox böyük xeyrini gördüyüm. Yuxu normallaşdı. Yuxu normallaşdı, təzyiqim normallaşdı, əhval-ruhiyyəm daha yaxşı oldu. Və bundan sonra da yəqin ki, həmişə inşallah gələcəm və bütün məni tanıyan dostlara, tanışlara da Seyfəddin doktoru, Seyfəddin klinikanın Doktor Seyfəddin klinikasını məsləhət görürəm. Yəni, gəlsinlər, xeyrin görəcək hər kəs. Təbii müalicəsindən. Təbii müalicə. Siz də bizdən Avropada, xüsusilə Fransada yaşayan ailənizə, uşaqlarınıza, dünya Azərbaycanlılarına harada varsa salamımızı çatdırın. Görüşmək ümidilə. Sağ ol, var olasın. Çox sağ ol.